Hər birimizin beynində bir hekayə var, elə deyilmi? Bir tərəfdə sakit, huzurlu kənd, o biri tərəfdə isə səs-küylü, həmişə tələsən şəhər. Biri sadəlikdir, o biri tərəqqi. Yaxşı, bəs bu hekayə doğrudan da bu qədər sadədirmi? Bugün Raymond Williams'ın klassik Kənd və Şəhər əsəri ilə bu mifə meydan oxuyacağıq. Gəlin elə bu sualla başlayaq. Bəlkə də bizim kəndin o sükunəti, şəhərin o qarışıqlığı haqqında bildiklərimiz sadəcə nəsildən nəslə ötürülən bir nağıldır. Bütün bu söhbətimiz əslində elə bu sualın ətrafında fırlanacaq. Yaxşı, gəlin işə bu miflə başlayaq. Hamımızın tanıdığı bir mif, yəni demək olar ki, bütün mədəniyyətlərdə var bu. Kəndlə şəhərin o əbədi qarşı durması. Fikir adətən belə olur, yəni keçmişdə hər şeyin sadə, təbii, saf olduğu bir qızıl dövr olub. Bu, kənd həyatıdır. Gələcək isə, gələcək mürəkkəbdir, süni və xaotikdir. Bu da şəhərdir. Amma maraqlıdır, bu ikilik həqiqəti nə dərəcədə əks etdirir? İndi isə gəlin bütün bu təsəvvürləri alt-üst edən o məşhur əsərə keçid alaq. Baxın, bu kitab təkcə bir ədəbi tənqid deyil, eyni zamanda bizim tarixə baxışımızı silkələyən bir cəhddir. Bəli, budur o kitab, Raymond Williams'ın Kənd və Şəhəri. Williams bu əsərində nə deyir? Deyir ki, bizim düşündüyümüz o kənd-şəhər arasındakı kəskin fərq var, əslində o, reallığından çox müəyyən sosial və iqtisadi proseslərin nəticəsidir. Bir növ qurulmuş bir şeydir. Və bu təkcə bizim fikrimiz deyil əlbəttə. Məsələn, The New York Times kimi nüfuzlu bir nəşr kitab haqqında deyir ki, burada dərin intellektual güclə bərabər böyük bir ideoloji ehtiras da var. Yəni bu onu göstərir ki, Williams bu mövzuya necə ürəkdən, necə səmimi yanaşıb. Yaxşı, bəs Williams bunu necə bacarır? Baxın, bu sitat əslində açar məqamı çox gözəl izah edir. O, İngilis ədəbiyyatına sadəcə bir sənət əsəri kimi baxmır, yox. Təsəvvür edin, bir şair təbiəti tərifləyir. Williams deyir ki, bu təkcə təbiət sevgisi deyil, bu, həm də o dövrdə torpaqların necə əldən ələ keçdiyinin, yəni o dövrün iqtisadi reallıqlarının bir yansımasıdır. Deməli, gəldik əsas məsələyə. Williams bu köhnə mifi necə, hansı yollarla dağıdır? Gəlin onun metodunun biraz da dərinliyinə gedək. Görək, bu yanaşma tam olaraq nədən ibarətdir? Bu slayd məncə Williams'ın yanaşmasını mükəmməl şəkildə gözümüzün önündə canlandırır. Baxın, bir tərəfdə nə var? Bizim o adət etdiyimiz romantikləşdirilmiş kənd təsəvvürü. Digər tərəfdə isə Williams'ın təhlili. O, buna sentimental saxtakarlıqlara qarşı bir xəbərdarlıq deyir. Çox güclü ifadədir, elə deyilmi? Yəni, o bizə göstərir ki, o dinc kənd həyatı dediyimiz şeyin arxasında çox vaxt ağır zəhmət, istismar, sosial ədalətsizlik dayanıb. Williams'ın istifadə etdiyi bu metoda tənqidi tarix deyirlər. Bu nə deməkdir? Yəni, o, keçmişə sadəcə nə baş verdi sualı ilə yaxınlaşmır, əsla. O soruşur ki, yaxşı, bu hadisələr kimin xeyrinə idi? Güc kimin əlində idi? İnsanların həyatını formalaşdıran o iqtisadi münasibətlər nə idi? Bax, əsl məsələ budur. Beləliklə, Williams'ın yanaşmasını 4 əsas nöqtədə cəmləşdirə bilərik. Birincisi, o, ədəbiyyatı sosial reallıqlarla birbaşa bağlayır. İkincisi, kapitalizmin yaratdığı o düşüncə çərçivələrini sorğuluyur. Üçüncüsü, bu təhlili həm də şəxsi bir məsuliyyət kimi görür. Soyuq bir analiz deyil bu və nəticədə bizə tamamilə fərqli, həvəsləndirici dərəcədə original bir perspektiv təqdim edir. Yaxşı, əla. Bəs bütün bunların bugünlə nə əlaqəsi var? Niyə? Deyək ki, 1973-cü ildə yazılmış bir kitab bizim üçün hələ də aktual olmalıdır. Gəlin elə kitabın bugünə olan davamlı təsirindən danışaq. Kitabın bu qədər qalıcı olmasının bir səbəbi də əlbəttə onun üslubudur. Williams'ın təhlilləri çox orijinaldır, yazısı isə aydın, yığcam. Yəni bu quru bir nəzəriyyə kitabı deyil. Əksinə, oxucuda dərin hisslər oyadan bir əsərdir. Çünki siz səhifələri çevirdikcə müəllifin bu mövzuya olan o səmimi narahatlığını, o həyəcanını hiss edirsiniz. Və bax, bu orijinal baxış bucağı bugün bizim üçün həyati əhəmiyyət daşıyır. Niyə? Çünki bizim kənd və şəhər haqqındakı təsəvvürlərimiz hələ də siyasətimizi, mədəniyyətimizi, hətta gündəlik şəxsi seçimlərimizi belə formalaşdırır. Williams isə bizə bu təsəvvürləri sorğulamaq üçün, belə deyək, çox güclü alətlər verir.
Beləliklə, gəlin bu söhbəti bir sualla yekunlaşdıraq və bu sual birbaşa sizədir. Bugün sizin üçün kənd nə deməkdir? Bəs şəhər. Bu anlayışlar sizin yaşadığınız yerə, işinizə, arzularınıza, gələcək planlarınıza necə təsir edir? Məncə, bu suallar üzərində biraz düşünmək, Williamsın bizə qoyduğu irsin əsl dəyərini anlamağa kömək edə bilər.